Salam əziz izləyicilərim. Bugün sizin üçün iki fərqli üsulla yarpaq tutması hazırlayacağım. Bunun üçün ilk öncə həyətimdə olan tər yarpaqlardan dərib istifadə edirəm. Burada artıq yarpaqları dərib qurtarmışam. Saplağından ayırıb üst-üstə yığıram. Üst-üstə yığdıqdan sonra qazanda su qoyuram qaynamağa. Su artıq qaynayır və 4-5 xörək qaşığı iri duz əlavə edib yarpaqları da bu qaynar suda pörtəcəm. Burada yarpaqları götürüb qaynar suya salıram. Qaynar suya saldıqda 3-4 dəqiqə qalır. Yarpaqlar rəngini dəyişəndə götürürük. Mən ilk dəfədir ki, səsli video paylaşıram sizinlə. Şərhlərdə qeyd eləyərsiniz əziz izləyicilər. Sizcə səsli video yaxşıdır, yoxsa səssiz video? Açığı mənim öz səsimdən çox xoşum gəlmədiyi üçün bu vaxta qədər səsli video paylaşmırdım sizinlə. Əgər səsli videom xoşunuza gəldisə, şərhlərdə yazarsınız. Bundan sonra videolarımın bəzilərini səsli çəkib sizinlə paylaşaram. Burada yarpaqların hamısını pörtmüşük. İndi isə bankaya əlavə edib, üzərinə bir xörək qaşığı iri duzdan töküb, qaynar suda töküb bağlayacağıq. Bağlayanda möhkəm bağlamaq lazımdır ki, hava çəkməsin. Bu üsulla da qışa yarpaqlarımız çox gözəl qalacaq. Qışda açanda heç bir çürümə olmur. Bu bizim birinci üsulumuz oldu. Deməli, birinci üsulla biz qaynar suya, qaynamış duzlu suya yarpaqları pörtüb, 3 dəqiqə, 4 dəqiqə pörtüb, rəngi dəyişənə qədər bankalara yığa-yığa üzərinə duz əlavə edib yığırıq bankalara və üzərinə qaynar su töküb möhkəm bağlayırıq. Və keçirik ikinci üsulumuza. İndi isə ikinci üsulumuzu hazırlamağa başlayacağıq. İkinci üsulla da eyni qaydada yarpaqları saplağından ayırıb üst-üstə yığırıq və bankalara yığırıq. Bu dəfə yarpağı pörtməmiş yığırıq. Üst-üstə yığdıqca yenə də duz əlavə edirik. Hər yarpağı qoyduqca duz əlavə edib üst-üstə yığırıq. Burada artıq yarpaqların hamısını bankaya yığdıq və indi üzərinə qaynar su əlavə edib ağzını möhkəm bağlayacağıq.
Ağzını möhkəm bağlayırıq ki, hava çəkməsin. Və qışa yarpaqlarımız hazırdır. Əziz izləyicilərim, videonu bəyəndinizsə kanalıma abunə olmağı və like atmağı, dostlarınızla paylaşmağı unutmayın. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm.